Mən Əzimzadə Hafiz Səlimoğlu 2 aprel 1967-ci ildə Ağdam rayonundan anadan olmuşam. Biz nəsillikcə 7 babam, yəni 7 nəsil özümüz Ağdamlıyıq, Qarabağlıyıq. Ali təhsilliyəm, mühəndisəm. Melorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Ağdam rayonu üzrə idarəsində müdir işləyirdim. Miniyə düşdüyüm vaxtda da. Hal-hazırda da işləyirəm. Ümumiyyətlə, insanın keçmişi daha çox yadında qalan və əziz olur. Mən də bir Ağdamlı kimi, bir Qarabağlı kimi keçmiş həyatımı, atalı-analı günlərimi, əsl Qarabağlı günlərimi, o Ağdamın toylu, büsatlı, yaxşı günləri həmişə xatırlayıram, həmişə yadımdadır. Demək, Ağdamda yaşadığımız vaxtlarda Ağdam çox gözəl olubdu, Qarabağın beşiyi olubdu. Ağdamın özünün xüsusi adət-ənənələri var. Ağdamın bir neçə brendləri var. Ağdamın brendlərindən biri Ağdamın Qarabağ atlarıdır. Qarabağ atları ilə Ağdam həmişə dünyada tanınıbdır. Və növbəti brendi Ağdamın Qarabağ futbol komandasıdır ki, bu günləri Ağdamın Qarabağ futbol komandası dünyada öz gücünü, öz o idmanla məşhur olduğunu və əsl Qarabağ adı ilə yaşadığını və oynadığını göstərir. Mən çox şadam ki, mən Ağdamlıyam, mən Qarabağlıyam. Mən ali təhsilliyəm, mühəndisəm. Yəni bildirdiyim kimi, Melorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Ağdam Mexaniki Suvarma İdarəsində müdir vəzifəsində əvvəl də işləmişəm, miniyə düşdüyüm vaxtda işləmişəm. Elə oldu ki, 2020-ci ildə Qarabağ, 2-ci Qarabağ müharibəsi qutarandan sonra bir mühəndis kimi Melorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin rəhbərliyinin 103Ü sayılı əmrinə əsasən Ağdamın, yəni Qarabağın digər rayonlarının işğaldan azad olunduqları ərazilərdə melorasiya su mənbələrinin inventarizasiya işlərinin araşdırılması və ortaya çıxarılması, bunun sənədləşdirilib, aktlaşdırılıb, Nazirliyə təqdim edilməsi bir əmri var idi. Mən də bir müdir kimi, rəhbər kimi, mühəndis kimi, öz kollektivimlə, həmən komissiyanın üzvü kimi kollektivlə birlikdə Ağdam rayonunda işə başladıq. Yəni, təbii ki, Ağdam rayonunda böyük çaylar var, göllər var, Xaçınçay su anbarı, Ağdamkət su anbarı var, Qarqar çayı Ağdamın sağ sahilindən keçir, Xaçınçay sol sahilindən keçir və eyni zamanda 327 ədəd subartezən quyumuz bizim işğalda idi, işğaldan azad olunmuşdu. Eyni zamanda 365 kilometr suvarma kanalları, 192 hidroteniki qurğular vardır ki, bunların inventarizasiya olunması üçün Nazirliyin müvafiq 103 nömrəli əmri ilə ərazidə olduq. Komissiya ilə birgə biz ərazidə olduğumuz vaxtda təxminən olardı 15-30 radələrində. 3 mart 2021-ci il tarix. Bütün işlərimizi görmüşdük. Günortadan sonra axşama yaxınlaşan bir vaxtda mən təbii ki, komissiyanın rəhbəri idim. Bütün komandanı mən verirdim. Bütün sənədləşmə işlərinə mən rəhbərlik etdiyim üçün mən müəyyənləşdirirdim ki, hansı mənbələrə, su mənbələrinə baxış keçirdək. Bütün işimizi gördük 15-30 radələrində. Növbəti subartezən quyusunun su mənbəyinin üstünə getdiyimiz anda qəfildən, gözlənilməz bir anda Ağdam rayonunun Novruzlu kəndində miniyə düşdüm. Çox təəssüflər, həmən anlar, həmən vaxtlar. İnanın, elə bir müthiş bir anlar, partlayış səsi, elə bir qorxunç bir, narahat bir səs yarandı ki, mən o miniyə düşdüyüm anda necə özümü itirmişəmsə, bir də onda ayıldım ki, uzanmışam üzü quyulu yerə, üstümə başıma yuxarıdan toz torpaq tökülür. Torpaq tökülür. Çox narahat oldum, çox həddindən artıq özümü pis elədim. Ancaq komissiya üzvləri var idi. Hətta bizim yanımızda o komissiya üzvünün içində polis də var idi. Ki, yəni qanun belə idi ki, polis də bizlə getsin. İdarənin xidməti maşınları ilə getmişdik. Məni istədilər ki, iş yoldaşlarım, komissiya üzvləri yaxınlaşıb götürsünlər ki, kənara çıxartsınlar. Mən özüm onda göstəriş verdim ki, burada ola bilər ki, yenə də mina ola bilər, onlar yaxınlaşmasınlar. Mən süründüm.
başladım sürünməyə. Mənim telefonum, əlimdəki mobil telefonum düşmüşdü hardasa bir metr yarım, 2 metrlik qabaq tərəfə. Süründüm, sol tərəfə yola çıxmağa imkan var idi. Mən istədim telefonumu götürüm ki, təcili tibbi yardıma, polis orqanlarına, nazirliyə məlumat verim ki, mən minaya düşmüşəm. Bu işlə əlaqədar olaraq bu fikirlə telefonumu götürmək üçün bir metr yarım, 2 metr irəli süründüm. Və irəli süründüm, qabaq tərəfdən yolun bortuna, yola tərəf, yolun o yəni yamaçlığına süründüm. Bir 6-7 metr yaxınlaşdım yolun yaxınlığına. Ora yaxınlaşdım, məni girdilər qoluma, çıxartdılar, mindirdilər maşına, idarənin maşınına və apardılar təcili tibbi yardıma. Həmən təcili tibbi yardımda mənə ilkin yardım göstərdilər. Mənə o vaxta qədər özümüz müəyyən o kəndirlərlə, juqutlarla qılçımızı bağlamışdıq buradan. Çünki miniyə düşəndə bu hissə təmiz miniyə düşmüşdü, aparmışdı. Orada heç bir şey qalmamışdı. İnanırsınız, ayağım elə bir vəziyyətdə idi ki, qapqara elə bilginən ki, ora bir qara boya vurmuşdun sanki, qara rəh vurmuşdun. Çox. Sümüklər, adamın ayağında nə qədər sümük olar? Sanki elə bir ki, mənim ayağımda bir orada 3, 5, 10, 15 yox, bir 100, 200, 300 sümük var idi. Sümüyün hərəsi bir tərəfə dağılmışdı. Hər süründükcə sümük batırdı torpağa, ilişirdi torpağa, sürünə bilmirdim. Çox bir çətinliklə özümdə güc tapdım. Fikirləşdim ki, bizim igidlərimiz, bizim əskərlərimiz, bizim döyüşçülərimiz düşmənlə qarşı-qarşısa döyüşəndə heç özlərini itirmirlər. Mən öz ərazimizdə, öz torpağımızda, öz vətənimizdə, öz vəzifə səlahiyyətlərimi icra edərkən miniyə düşmüşəmsə, niyə özümü itirməliyəm? Özümdə bir güc toparladım, özümdə bir qüvvət mənə gəldi sanki Allah Taala'dan və həmən dediyim ərazidən 1 metr yarım, 2 metrdən çıxdım kənara. İndi burada bir haşiyə çıxım ki, əgər mən miniyə düşdüyüm yerdən elə birbaşa sola dönüb geçsəydim, məndən sonra gəlib burada baxanda baxıb görüblər ki, burada 7 ədəd şahmata düzülmüş minalar olubdu. Onda növbəti mən minaların qurban ola bilərdim. Ancaq mən telefonumu götürüb məlumat vermək üçün irəli gedib sola döndüm. Məni apardılar birinci Quzanlıda xəstəxanaya. Orada özümüzdən əlavə ilk yardımlar elədilər. İynə vurdular, sistem götürdülər. Məni gətirdilər Bərdə şəhərinə. Bərdə şəhərində mənim ayağımı amputasiya elədilər. Mənim ayağım 3/2 hissəsi yoxdur. Dizdən aşağı hal-hazırda protezdə gəzirəm və orada vəziyyətim çox ağır olduğundan, qan itirdiyimdən və özümün halımın çox pis olduğundan məni Bakı şəhərinə, Respublika Diaqnostika Mərkəzinə məni götürdülər ora. Orada düz 44 gün xəstəxanada yatdım. 9 dəfə də orada əməliyyat oldum. Mən hal-hazırda 10 dəfə əməliyyat olmuşam. Onurğa sütunumda 6 dənə qəlpə var. Onu çıxartmırlar. Sinirə yaxın bir yerdədir. Onun çıxarılması qeyri-mümkündür. Bu günləri çox çətin yaşayıram. Çox acı bir narahatçılıqlar keçirdirəm. Müəyyən keyici dərmanlardan, preparatlardan istifadə eləməsəm mən gecə yata bilmirəm. Nəhayət ki, məni dövlətimiz, həkimlərimiz sağ olsunlar, sağaltdılar və 44 gündən sonra mənim ayağıma protez hazırladı, dövlət geyindirdi və bu günləri həyatdayam. Mən həyatımdan razıyam, çünki mən bir azad dövlətin azad vətəndaşıyam. Bu günləri mən fəxr eləyirəm ki, mən Azərbaycanlıyam, mən Qarabağlıyam, mən Ağdamlıyam, mən vətənimin, torpağımın su təminatını həyata keçirdən zaman baxmayaraq ki, minadan zərər çəksəm də, yenə də yaşadığım üçün özümü xoşbəxt hesab eləyirəm. Hal-hazırda mən özümü yaxşı hiss eləyirəm, çünki qalib bir dövlətin qalib bir vətəndaşıyam. Bu günləri Qarabağ müharibəsi haqq ədalət naminə həllini tapıbdı. Biz öz torpaqlarımızın sahibi olmuşuq. Bu günləri Müzəffər Ali Baş Komandanın və ordumuzun, dünyasını dəyişmiş şəhidlərimizin və bizim kimi qazilərin hesabına bugün torpağımız azaddır. Mən bundan qürur duyuram. Mən yenə də idarə müdürü kimi, rəhbər kimi su işində işləyirəm, çalışıram. Ancaq sizdən bir xahişim var mənim. Mən xahiş edirəm ki, bu günləri Ermənistan dövləti minaların xəritələrini vermirlər.
bu günləri mülkü, biz döyüşçü deyilik, hərbiçi deyilik. Biz mülkü vətəndaşıq. Mən su işindən ötəri, suyun suvarılması, bərələrin dəyişdirilməsi, orada ekskavator, bulduzerlərlə işlərin, kanalların görülüb təmizlənməsi işinə gedəndə biz qorxa-qorxa gedirik. Çünki hər tərəf minadır, minadır. Ona görə mən sizdən xahiş edirəm. Siz də öz bu yüksək vəzifənizdən, səlahiyyətlərinizdən istifadə edərək bu lazım olan orqanlarda, müəyyən yerlərdə fikirlərinizi çatdırasınız ki, bu ədalətsiz Ermənistan mina xəritələrini versinlər ki, bir daha bizim kimi heç bir şeydən, naxaq yerdən mina qurbanları olunmasın. Bunu xahiş edirik ki, yüksək rütbəli yerlərdə, lazım olan yerlərdə bu bizim fikirlərimizi, xahişlərimizi çatdırasınız.